1956-cı il Nyu-Yorkda məşhur Metropolitan Muzeyinin əməkdaşları bir sərgiyə hazırlaşırlar. Sərgidə unikal tarixi əşyalar, Amerikanın aborigen əhalisinə məxsus qədim əşyalar nümayiş olunacaq. Sərgiyə Kolumba qədər ki, Amerika qızılları adı verilmişdir. Heyvanlara aid hissədə eramızın 1-ci minilliyində qızıldan düzəldilmiş kiçik quş fiqurları vardı. Bu fiqurlar Amerika aviakonstruktorlarını ciddi marağına səbəb olur. Aerodinamika üzrə mütəxəssislər ilk baxışdan anlayırlar ki, bu quş fiquru deyil. Bu quş fiquru ola bilməz. Təbiətdə bu tip skeleti olan quş mövcud deyil. Quşlarda bir qayda olaraq qanadları bellərinin üstündə olur. Lakin təyyarələrdə əksinə qanadlar füzelajın alt hissəsində yerləşdirilir. Sirli eksponatı hərbi laboratoriyaya göndərirlər. Qızıl quş aerodinamik boruda sınaqdan keçirilir və inanılmaz nəticələr əldə olunur. Belə ki, bu fiqur uçuş xarakteristikasına görə müasir təyyarələrdən geri qalmır. Müəyyən edilmişdir ki, bu fiqur çox yüksək aerodinamik xüsusiyyətlərə malikdir. Fiqurun aerodinamikası ona səs sürətini keçmək imkanı verirmiş. O zaman üçün bu fantastik bir nəticə idi. New York sərgisindən bir neçə il sonra Amerika konstruktorları yeni bir uçuş aparatı hazırlayırlar. 1964-cü ildə havaya səs sürətini aşa bilən təyyarə qalxır. Onun qeyri-rəsmi adı Blackbird olur. Təyyarə tamamilə fərqli konstruksiyaya malik idi. Bu günə qədər mövcud olan təyyarələr ilə heç bir bənzərliyi yox idi. Blackbird inklərin qızıl quşuna çox bənzəyir. İlk dəfə bu təyyarədə deltavari qanadlar füzulaja tərəf sıxılır. Təyyarə bu yeni konstruksiyası hesabına o zaman üçün görünməz bir sürət yığa bilir. Səs sürətində 3 dəfə yüksək bir sürət. Lakin bu yüksək sürət nəticəsində təyyarənin gövdəsi çox qızırdı, hava ilə sürtünmə nəticəsində isinirdi. Bu zaman təyyarənin titandan hazırlamaq qərarına gəlirlər, lakin bu hətta ABŞ üçün çox bahalı bir layihə olur. Amerikalılar beləliklə qızıl quş fiqurunun sirrini tam aça bilmirlər. Aerodinamika sirlərini öyrənsələr də belə yüksək sürətə dözə biləcək material tapa bilmirlər. Qızıl quşun fiquru ilə maraqlananlardan biri də Alman hərbi pilotu və həvəskar konstruktoru Peter Belting olub. Mən artıq 40 ildir təyyarə konstruktorluğu ilə məşğul oluram. İlk dəfə bu fiquru görəndən anladım ki, bu quş və ya böcək deyil. Bu bir uçuş aparatıdır. Peter bu fiqurun 16 dəfə böyüdülmüş tam orijinal əks etdirən mühərrikli bir modelini hazırlayır. 1998-ci ilin aprel ayında Almaniya Aviasiya və Kosmonavtika Cəmiyyətinin aparıcı mütəxəssislərinin iştirakı ilə modelin sınaqları başlayır. Peter Belting qədim uçuş aparatının ilk təqdimatını edir. Radio idarə malik olan model havada çox çətin fiqurları asanlıqla yerinə yetirir və hətta küləkli hava şəraitində belə asanlıqla eniş edir. Qədim ink qəbirlərindən tapılmış bu fiqur nəinki çox yüksək uçuş xüsusiyyətlər göstərir, o, hətta bu xüsusiyyətlərdə 20-ci əsrin sonlarında mövcud olan istənilən uçuş aparatından üstün olur. Maraqlıdır, bəs inklərdə super müasir reaktiv təyyarə modeli hardandır? Fərziyyələrə görə o zamanlar başqa planetlərdən bu uçuş aparatları yerə gəlib və insanlar onları göydə görürlər. Onların nə olduğunu bilmədikləri üçün onu ilahiləşdirirlər, fiqurlarını hazırlayırlar. Və yaxud da bu fiqurlar bir zamanlar planetimizdə mövcud olan inkişaf etmiş bir sivilizasiyaların qalıqlarıdır. Sivilizasiyanın məhvindən sonra növbəti sivilizasiyanın başlanğıcında insanlar bu qeyri-adi texnoloji inkişafı dərk etmir və onun qalıqlarının eyni ilə ilahiləşdirirlər.